Hər vaxtınız xeyir əziz izləyicilər. Can həkiminin bu dəfəki buraxılışında uşaq sağlamlığından danışacağıq. Elə bu məqsədlə studiyamıza qonaq da dəvət etmişik. Qonağımız Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının baş həkimi Əsmə xanım Hüseynovadır. Əsmə xanım, xoş gördük. Xoş gördük Ramin müəllim. Əsmə xanım, Uşaq Xəstəxanası haqqında məlumat verərsiniz zəhmət olmasa. Nə vaxtdan fəaliyyət göstərir və hansı xidmət sahələriniz var? Sumqayıt şəhərinin Uşaq Xəstəxanası 110 mindən artıq Sumqayıt uşaq əhalisinə tibbi xidmət göstərir. Həm ambulator, həm stasionar tibbi xidmət. 150 çarpayıdan ibarət olan və tək Sumqayıt şəhəri üçün deyil, hətta şimal bölgələri regional xidmət göstərən bir müəssisədir. Uşaq Xəstəxanasının təcili və təxirə salınmaz tibbi yardım şöbəsi, 50 çarpayıdan ibarət olan pediatriya şöbəsi, bacarıqlı həkim komandasından ibarət olan reanimasiya şöbəsi, uşaq cərrahiyyə şöbəsi, uşaq travmatologiya şöbəsi, və eləcə də radiologiya bölümü, 50 çarpayıdan ibarət olan yoluxucu xəstəliklər şöbəsi və intensiv terapiya bloku, fizioterapiya şöbəsi, 3-cü səviyyə xidmət göstərən laboratoriya şöbəsi və eləcə də bütün Sumqayıt uşaq əhalisinin ambulator xidmətini təşkil edən poliklinika şöbəsi kimi fəaliyyət göstəririk. İlkin hərbi qeydiyyatın aparılması məsələsində, uşaqların sağlamlıq haqqında arayışlarının verilməsində, sağlamlıq imkanları məhdud uşaqların əlilliyinin qiymətləndirilməsində Uşaq Xəstəxanasının ambulator xidməti, poliklinik xidməti çox böyük rol oynayır. 2024-cü il ərzində bir tək təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 36458 nəfər ambulator xidmət qəbul edib. 2024-cü il ərzində bizim Uşaq Xəstəxanasına 7796 nəfər xəstə stasionar müxtəlif şöbələrdə xidmət alıb və eləcə də ambulator xidmət 178 minin üstündə olub. 2024-cü il bəli, ambulator müraciətləri götürülür. Xidmət isə 1 milyondan artıqdır ambulator xidmət. Ötən il ərzində Uşaq Xəstəxanası 2024-cü il ərzində Sumqayıt Uşaq Xəstəxanasının ambulator xidməti 1 milyonun üstündə olub. Bəli. Bu onu göstərir ki, Uşaq Xəstəxanası çox böyük həcmli. Təxminən aya 100 min xidmətçi. Bəli. Regional olaraq nəinki Sumqayıt şəhərinə, Saraydan, Abşeron ərazisindən, beləcə də hətta Bakı şəhərindən belə və Azərbaycanın müxtəlif bölgələrindən, tək şimal bölgəsi deyil, müxtəlif bölgələrindən də ağır xəstələrin qospitalizasiyasını təşkil edir Uşaq Xəstəxanası. Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqindən öncə səhv etmirəmsə, struktur tamam başqa idi. Bəli. Bu struktur dəyişikliyindən sonra xəstəxananın da yükü çoxalıb yəqin ki, həm orada bəzi mərkəzləşmə oldu, daha da idarəetmənin təkmilləşdirilməsinə bağlı proqramlar həyata keçirildi. Dar ixtisaslı həkimlər poliklinikalarda, ayrıca olaraq poliklinikalarda fəaliyyət göstərdi. İndi hamısı bir yerdə fəaliyyət göstərir. Ambulator xidmət olaraq bütün indi dar ixtisas həkimləri poliklinika şöbəsində fəaliyyət göstərirlər. Bütün dar ixtisas həkimlərinin belə götürsək, cərrahi xidmətdir, travmatoloji xidmətdir, otolaryngoloji xidmətdir, allergoloji, endokrinoloji, kardioloji xidmət, oftalmoloji xidmət, yəni bütün həkim heyəti ilə bütün bu xidmətlər hamısı ambulator poliklinik, yəni ixtisaslı həkim baxışları hamısı Uşaq Xəstəxanasının poliklinika şöbəsindən müraciət edir. Evdə baxışlar nəzərdə tutulur mu ümumiyyətlə? Bəli, evdə baxışlar da nəzərdə tutulur. Yataq rejimində olan xəstələr olur ki, hansı ki, onların tibbi xidmətini təşkil eləmək üçün biz ixtisaslı həkimlərimizi evdə baxışa da göndəririk. İcbari dispanserizasiya işinin təşkilində də bizim poliklinik şöbənin dar ixtisas həkimləri əsas və önəmli rol oynayır deyərdik ki, yəni ailə həkimləri ilə birlikdə mütəşəkkil qrup uşaq əhalisi bağçalarda və müxtəlif məktəblərdə təhsil alırlar və onların icbari dispanserizasiya işinin təşkilində Sumqayıt Tibb Mərkəzinin 7 ailə sağlamlıq mərkəzi ilə bərabər onların ailə həkimləri ilə bərabər Uşaq Xəstəxanasının da dar ixtisas həkimləri prosesdə yaxından iştirak edirlər. Ümumiyyətlə vətəndaşlarımızın ən çox müraciət etdiyi sahələr hansılardır? Hansı xidmətlərə daha çox müraciət edirlər uşaqlarına bağlı? İcbari tibbi sığortanın tətbiqindən sonra müəyyən mərkəzləşmələr oldu, hansı ki, bütün xidmətlər indi hal-hazırda əl çatandır. Yəni istəyir stasionarda yatan xəstəniz olsun, istəyir ambulatora müraciət edən vətəndaşlar, xəstələr olsun, yəni bütün müayinələr, 3-cü səviyyə laboratoriya, instrumental müayinələr var ki, hansı ki, elektrokardiografiyadır, EEG müayinəsidir, elektromioqrafik müayinədir, KT müayinəsidir, MRT müayinəsidir. Bunlar hamısı artıq icbari tibbi sığorta tərəfindən qarşılandığına görə
bütün vətəndaşların müraciətləri də həm ambulator xidmətlər, bəli, onlar hamısı bahalı müayinələrdirlər. Stasionarda yatan xəstələri lazım olanda bütün müayinələr təşkil olunur. Məhz xidmətlərin üstünlüyünə nəzər salsaq, hansı xidmətlər daha çoxluq təşkil edir, şöbələr üzrə iş yükü həddindən artıq çoxdur. Müraciətlərin çox olması ilə bağlı. Son zamanlar yayılan xəstəliklər var ki, yarı kimdə uşaqlar arasında daha çox yayılıb. Uşaq xəstəxanasının tərkibində yoluxucu xəstəliklər şöbəsi də fəaliyyət göstərir. Və hazırda vəziyyət necədir? Bu yoluxucu xəstəliklərlə bağlı, mövsümi xəstəliklərlə bağlı müraciət hansı səviyyədədir? Çoxdur bu müraciət? Müraciətlər nisbətən azalıb. Daha çox müraciətlərin çoxluğu təşkil edir adətən noyabr ayından fevral ayına qədər. Sentyabr ayından sonra uşaqlarda təhsillə bağlı kontaktlar artdıqca xəstələnmə halları daha çox olur və ona görə də 3-ə, 4-ə qədər ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərdiyi üçün 3-dən 4-dən sonra birbaşa bütün yükləmə Sumqayıt Uşaq Xəstəxanasının təcili yardım bölməsinin üzərinə düşür və oradan da triyajlanır bizim xəstələrimiz və bəli, çeşidlənir xəstələr və rotavirus infeksiyalarının kəskinləşmə dönəmi var, süd çəyinin var, yoluxucu xəstəliklərdən, qızılca kimi xəstəliklərdən. Son zamanlar böyüklər arasında da yayılır, uşaqlar arasında da var. Qızdırma ilə müşayiət olunur. Bəli, son zamanlar virus boğaz ağrısı ilə müşayiət olub. Söhbət hazırda bu virus infeksiyalarından gedir ki, bunun azalma varmı yoxsa? Hospitalizasiyada da görürük, acilə müraciətlərdə də görürük ki, nisbətən azalmalar müşahidə olunur. Təbii ki, pasientlərlə, vətəndaşlarla tibbi personal çalışır. Tibbi personalın peşəkarlığı da çox önəmlidir. İxtisaslı kadrlarla bağlı hər hansı bir çatışmazlığınız varmı? Varsa bu problemlər necə aradan qaldırılır? Hər hansı bir xəstənin müraciət edən zaman müalicəsini təşkil edə bilən bütün kadrlar var. Hər hansı bir kadr çatışmamazlığı olanda da biz Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan digər müəssisələrdən xəstə xidmətləri bölməsinə müraciət edərək digər müəssisələrdən hər hansı bir ixtisaslı həkim baxışını dəvət edirik. Endokrinoloji xəstələrin yükləməsindən çox əziyyət çəkirik. Bir endokrinoloq olduğuna görə 100-dən artıq şəkərli diabet xəstələrinin idarə olunması onların təminat məsələləridir. Daha sonra uşaqlar arasında yayılan piylənmədir, qalxana bənzər vəzin xəstəliklərdir. Yəni kömək üçün həkim endokrinoloqumuz da olsa çox yaxşı olar. Həkim uşaq uroloqu olsa, hal-hazırda uşaq travmatoloqumuz var. Sadəcə olaraq xidmətimizdə hardasa sıxlıq yaranır. İzləyicilərimizin nəzərinə çatdırım ki, uşaq xəstəxanası 18 yaşa dək olan şəxslərə xidmət göstərir. 18 yaşdan sonra isə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan digər xəstəxanalara müraciət edə bilərlər. Yəqin ki, 2024-cü ildə hansı yeniliklərə imza atmışsınız uşaq xəstəxanası olaraq? Artıq müəssisənin bütün şöbələri formalaşıb, bütün həkim heyəti, tibbi personalı, icbari tibbi sığortanın tətbiqindən sonra isə xidmətlərdə yenilənmələr baş verdi. Hansı ki, 3-cü səviyyə laboratoriyanın qurulması, yeni növ stasionar rentgen aparatı ilə təmin olunmaq, Lor Combine endoskopik müayinə aparatı ilə təmin olunması. Belə tibbi avadanlıqlar təchizatında da yenilənmələr. Bəli, tibbi avadanlıq təchizatında yenilənmələr həkimlərin işini daha çox asanlaşdırır. Hər hansı bir xəstənin müalicəsinə, müayinələrini, instrumental laborator müayinələrini təşkil edib, protokola əsasən müalicəsinin aparılmasına çox yaxşı təsir edir bütün bu müayinələr. Lakin daha belə deyək, mürəkkəb cərrahi əməliyyatların icra olunması 2024-cü ildə digər illərə nisbətən daha aktivlik təşkil elədi. Deməli, Həkim Məsləhət Komissiyasının regional olaraq uşaq xəstəxanasında yaradılması oldu. Regional olaraq deyəndə hansı ərazilər nəzərdə tutulur? Bəli, deyim sizə, Abşeron ərazisi, Xızı və eləcə də Qubadlı rayon ərazisi, Həkim Məsləhət Komissiyaları sağlamlıq imkanları məhdud olan uşaqların əlillik vəziyyətlərinin qiymətləndirilməsi və onların sənədləşmələrinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin alt sistemə ötürülməsi və regional olaraq bunlar hamısı Sumqayıt Şəhər Uşaq Xəstəxanasının Həkim Məsləhət Komissiyasında birləşdirildi. Son 2024-cü il ərzində Sumqayıt şəhəri regionlardan, bölgələrdən ağır xəstələrin təxliyələrini qəbul edərək heç bir ölüm hadisəsi vermədən reanimasiya şöbəmizə alaraq müayinələrini, müalicələrini təşkil edərək növbəti etap müalicələrində də şöbələrimizə köçürdük və heç bir letallıq vermədən xəstələri öz regionlarına, bölgələrinə yola salmışıq. Və nəzərinizə çatdırım ki, 2023-2024-cü illər Sumqayıt uşaq əhalisi arasında qızılca xəstəliyinin daha çox aktiv yayılması ilə bağlı bir il olaraq yadımızda qaldı. 50 çarpayıdan ibarət olan yoluxucu xəstəliklər korpusu və eləcə də onun intensiv terapiya bloku və reanimasiya şöbəmiz
bütün Sumqayıt uşaq ağırlaşmış formada olan qızılca xəstələrinin müalicəsini yüksək peşəkarlıqla həyata keçirdi və çox qürurverici formada deyə bilərəm ki, Sumqayıt şəhəri bütün bu qızılca infeksiyası dövründə bir nəfər olsun belə uşaq ölümü vermədi. Təbii ki, bunu biz Ailə Sağlamlıq Mərkəzində çalışan həkim pediatrlarımızın və eləcə də Sumqayıt Uşaq Xəstəxanasında çalışan həkim infeksionistlərimizin, təcili və təxirə salınmaz tibbi yardım şöbəmizin həkimlərini və eləcə də ən əsas ağır yükü götürən intensiv terapiya bloku və reanimasiyada çalışan həkimlərimizin zəhməti hesabına əldə elədik. Əsmə xanım, 2025-ci ildə uşaq xəstəxanasında hansı yeniliklərin həyata keçirilməsi nəzərdə tutulur? Xidmətlərin sayı artdıqca, müraciətlərin sayı artdıqca, artıq multidisiplinar yanaşma kimi hər bir xəstəyə yanaşma nəzərdə tutulur. Bizim qarşımıza bir həkim kimi o öhdəlikləri qoyur. Ona görə də müəyyən tibbi avadanlıqlarla təminat məsələləri daha ön plana çıxır və bunlar da yaxın gələcəkdə nəzərdə tutulur. Yəni ki, problemlər də yoxdur. Təbii ki. Hazırda hansı problemlər mövcuddur? Bu qədər xidmət olan yerdə, bu qədər iş olan yerdə və ildə müraciət və xidmətin sayı artan yerdə təbii ki, problemlər olacaq və əgər biz bildirsək ki, heç bir problemimiz yoxdur, bu artıq real səslənməz və səmimi olduğumuz bilinməz. Ancaq bu sıxlıqlar nəticəsində, bu qədər artıq müraciətlər nəticəsində yaranan növbələrdir və çox da istəyərdik ki, gələcəkdə növbə məsələlərinin bir elektron versiyası təmin olunsun və vətəndaşlar da rahat formada xidmətini ala bilsinlər, həkim də rahat formada vətəndaşa xidmət göstərə bilsin. Effektiv nəticə ilk növbədə vətəndaş məmnunluğunda öz əksini tapmalıdır. Bəli. Siz özünüz uşaq xəstəxanasının fəaliyyətini necə qiymətləndirirsiniz? Biz bütün kollektiv olaraq fədakarcasına, uşaq əhalisinə, mehribanlıqla, görəllüzlüklə deyərdik ki, 95% hallarda məmnunluq müşahidə olunur. İxtisaslı pediatr. Bəli. Baş həkim olaraq deyil. İxtisaslı bir həkim pediatr olaraq Esmira xanımın 2025-ci il üçün hədəfi nədir? Ağır xəstələrin konsultasiyalarıdır, konsilyumlarının təşkil olunmasıdır, ağır xəstələrin müayinə və müalicələrinin təşkil olunmasına mən pediatr olaraq birbaşa özüm şəxsən iştirak edirəm. Xəstəni müalicə edib evə yola saldıqda biz hamımız bir həkim olaraq çox xoşbəxt oluruq. Öz qarşımda duran əsas məsələlərdən biri və önəmlisi o uşaqların müalicəsində bilik və bacarığının artırılmasıdır. Sonda ənənəvi bir sualımız var. Veriliş olaraq bizə təklifiniz nədir? Sizə bir təşəkkürümü bildirim ki, yaxşı ki, bu cür bir layihəni ərsəyə gətirmisiniz. Təklif olaraq bildirərdim ki, xəstələrlə həkimlər arasında bir yaxın bir bağın qurulmasına xidmət istiqamətində inkişaf etdirmək mənlə gəlir ki, mənim təklifim də çox yaxşı olardı. Təşəkkür edirəm, minnətdaram. Hörmətli izləyicilər, Can Həkimin bugünkü buraxılışında qonağımız Uşaq Xəstəxanasının baş həkimi Esmira xanım Hüseynova idi. Esmira xanımın təklifinə uyğun olaraq növbəti verilişlərimizdən artıq xəstəliklərin müalicəsi ilə bağlı ixtisaslı həkimləri verilişimizə dəvət edəcəyik. Siz də hansı bir xəstəliklə bağlı öz fikirlərinizi şərh bölməsində qeyd edə bilərsiniz. Sizin fikirlərinizə uyğun olaraq növbəti verilişimizdə həmin həkim qonağımız olacaq. Çalışın, sağ olun.